Bugün tanımadığım bir dayı məni knockdown'a saldı. Axilles kimi bədənə sahib olmaq üçün çalışıram part 6. Səhər yeməyini yeyib qaçırıq zala çünki bugün 2 məşqimiz var. Caspian Fitness'in Güləriz personalı ilə salamlaşdıqdan sonra başlayırıq məşqə. Əvvəlcə biraz isinmə hərəkətləri edirik və bugün də full body məşq edəcəyik təbii ki. Kürək məşqi və biceps eyni gündə çətin olsa da etməliyik. Qarışıq məşqlər isə öz yerində. Leşimiz çıxdığı halda birdən dayı çıxır qarşımıza və boks sparinq edək deyə təklif edir. Mən də idman keçmişimə dayanaraq sevinib hə deyirəm. Və dayı içimdən keçir təbii ki. Sonra öyrəndim ki, dayı 12 illik professional boksla məşğul olub. Burada da özü icazə verilmiş mənim vurmağıma. Axıra yaxın bir dənə ilişdirdi və təbii ki, knockdown'a düşdüm. Amma yenə də çox xoş oldu onunla məşq etmək. Leş halda havuza yönəlirik və biraz da suda özümüzə gəlirik. Innabin otelindən çıxıb gəlirəm Baku Golden Horse Çadır atçılığa. Təbii ki, burada biraz at sürdükdən sonra başlayırıq qılınc məşqinə. Axilles təkcə bədən yox, qılınc məşqi edirdi. Bu məşqdən sonra da doqqamızın altını bərkidirik. Bu tərz videoların gəlməyini istəyirsinizsə, zəhmət olmasa videonu bəyənib kanala abunə olmağı unutmayın. Təşəkkürlər.